İndi isə Bakıda səfərdə olan Alman qonağın fikirlərini öyrənək. Valla Bakıda artıq bir gün qalmışam. Özümü cənnətdəki kimi hiss edirəm. Necə də gözəl mehriban insanlar, necə də gözəl dadlı yeməklər. Elə bir cənnətdir. Adam ləzzət alır. Mən Almaniyada yaşayarkən bütün özbaşınalıqlar görmüşəm. Polis özbaşınalığı. Qardaş, icra hakimiyyətindən gəlib evimizi sökürdülər. Sotuna 1500 manat verirlər. Mən onlara başa salamırdım ki, qardaş, bura şəhərin mərkəzidir, qaqa. Mən hətta Almaniyadan sizə şəkillər gətirmişəm. Diqqətlə baxın, görürsünüz, evimizi başımıza uçurdular. Tüpürüm Almaniya kimi ölkəyə. İndi isə gəlmişəm Bakıya, qaqa. Bizə atletlər kəndində ev tikib veriblər. Yeməyimiz var. Qaqa, bundan gözəl nə ola bilər? Yaşayış budur. Adam belə yaşayar. Təsəvvür edin ki, Almaniyada yaşayarkən mən acından günorta dururdum. Nədir, səhər yeməyinə pul xərcləmir. Dağılır, Almaniya dağılır, qardaş. Avropa dağılır, belə olmaz axı. Bu konkret söhbətdir. Bu dağılmaq uşaq söhbətləri deyil axı. Mən bugün oteldə qalarkən bu sizin gözəl televiziyalarınıza baxmışam. ASTV-yə baxmışam, Liderə baxmışam. Qardaş, hamısını düz deyirlər də. Bu dağılır, Avropa dağılır, konkret dağılır da. Rüşvətxorluq alıb qaqaş ora. Özbaşınalıq. Mən Almaniyada təhsil alamamışam, qardaş. Mən universiteti qurtarmaq üçün diploma 500 manat pul vermişəm. Hər imtahan 50 manatdan yazılır. Müəllimə hər semestr axırı müəllimə yaxınlaşıb deyirdim ki, ay müəllimə, sən qazanalım. Bunun 50 manat eləmədə, bunu bir 20-30 manat aşağı indirdilər. Elə olmaz axı. İnanın ki, indirmirdilər. Qanımızı içirdilər. Səhiyyəsindən danışmıram, qardaş. Almaniyada yaşayarkən acından ölürdüm. Amma Bakıya gəlmişəm, artıq özümə notebook almışam burada. İnternet var, YouTube-a girə bilirəm. Almaniyadakı haqsızlıqlara baxıram gündə. Utanıram Almaniyada yaşadığıma görə. Və ən əsası mən burada rahat gəzə bilirəm. Şortiklə gəzirəm. Heç kim mənə tərs-tərs baxmır, söz atmır. Mən buradan Almaniyada yaşayan dostlarıma səsləyirəm. Qardaş, veşlərinizi yığın, gəlin də. Gəlin, gününüzü görün də, yaşayın da. Burada bütün şəraitlər yaddır. Gəlin, yeməyinizi yeyin. Gündə 3 dəfə yeməyinizi yeyin. Tüpürün Almaniya kimi ölkəyə gəlin burada.